Ağalar, Genesis 2018-ci ildir. Maşın polnu fulldur, sadəcə lüku yoxdur. Yəni belə salon interyerindən polnu fulldur. Maşın deməli bu sağ hissəsi zbor kraskalanıb, bir də bagaj qapağı kraskalanıbdır. Təmir işi aparılmayıb, sadəcə cızıq olubdur, cızılıb kraskalayırlar. Deməli, maşının EG 900 full optiondur. Sol tərəfdən heç bir boyanmışı, zadı kapotunda heç bir boyanmışı yoxdur. Bir dənə salon gözəlliyinə, dəri oturacaqlarına təchiz olunubdur. Biznes klas avtomobildir. Rulun, sicenyanın hamısının qızdırıcısı, soyuducusu yerində. Arxa oturacaqlar da gördüyünüz kimi full optiondur. Maşının satışdadır. Head-up display də var. Kim istəsə əlaqə saxlasın. Zolaq tutma, kör nöqtə. Maşında hər bir şey var. 2018-ci ildir. Kim istəsə əlaqə saxlaya bilər. Land Cruise polnu full optiondur maşın. 360 kamerası var. Maşının bir detalında boyamışı var. Deməli, salonu göstərim. Dəri salondur. Gördüyünüz kimi full option maşın. İç tərəfi, iç interyeri. Deməli, maşın 105.000 kilometr yol işləyibdir. Lüku var. Dəri oturacaqlarla təchiz olunubdur. VIN nömrəsi burada qeyd olunub. Maşın 2020-ci ildir. Deməli, maşının bir detalında, bircə detalında boyanmışı var. Arxa sağ cilgir. QXR Gran Turismo. Maşın polnu fulldur. Maşın deməli, bu cilgirində boyanmışı var. Qalan hər tərəfi bedona rəngli, maşın satışdadır. Kim istəsə əlaqə saxlaya bilər. Gözəl qiymətə alıb göndərərik. Toyota Hilux 2025-ci ildir. 0 kilometr, 0 kilometrdə maşın. Hilux. Maşın benzindir. Deməli, maşın satış qiyməti 33.000 dolardır. Gördüyünüz kimi salon, avtomat korobka, benzindir. Euro 4 2025. Maşının satışda 33.000 dollara. Kim istəsə əlaqə saxlasın. Sıfır maşındır. 2 dənə mövcuddur. İkisini alana endirim olunacaq. Hilux. Ağalar, baxın, Elantralar. 1, 2, 3, 4. Yəni nə qədər istəyirsiniz var. Maşınların lükları var. Gəlin salonla da tanış olaq. Salon dəri oturacaqlarla təchiz olunubdur. 12 kilometr sıfırda, yəni dəri oturacaq lüku var. Bu da iç interyeri. Orta komplektasiyadadır. Maşınların hər biri satışdadır. Hamısı 0 kilometrdir. Maşınların qiyməti 14.500 dollar. 14.500 dollara 0 Elantra. Elantra istəyənlər əlaqə saxlasın. İstəsəz, bax, MG-lər də var. 0 kilometrdir. 13.000 dollara da bunlardır. Lükları var. 0 maşındır. Dəri oturacaqların təchiz olunub. Salonda elektron monitoru, elektron priboru. Maşın interyeri. MG5. Maşın satışdadır. Yəni sayda da ki, problem yoxdur. Nə qədər istəyirsiniz var maşınlar. Əlaqə saxlayın. 0 kilometr maşın istəyənlər. Deyin, alaq göndərək. Wrangler. O belə bir gözəl Wrangler var. Maşının sol tərəfində heç bir zədə yoxdur. Maşının ön hissəsində krılodi, buferdə yüngül zədə var. Sağ tərəfi 2021 Wrangler Sport 2 motor 89.000 yol gedib 10.000 dollardan satışa çıxır. 10.000 dollardan. Maşına bir dənə arxa zapaska təkər qoyulacaq. Belə bir salonu var, bir dənə rol ayrı bax atıb. Bu bunun VIN nömrəsidir. Hyundai Elantra. Deməli, qabaq ablusovka lazımdır, fara lazımdır. Kapotun uc hissəsi də düzələcək, bir də qabaq panel lazımdır. Bu maşının sağ hissəsidir. 2023 Hyundai Elantra 2 motor 49.000 yol gedib 7.800 dollardan satışa girir. 232-ci maşında lüku var. Bu maşının arxa hissəsi, bu sağ hissəsi. Bu da sol tərəf. Bu bunun salonudur. Zolaq tanıması var. Rol ayrı bakı atıb, stenli qızdırıcısı var. Koji salondur. Bu bunun VIN nömrəsidir. Maşının lüku var. Kör nöqtədir, zolaq tanımadır var.
Nissan Rogue. Deməli qabaq ablusovka alınmalıdır, fara dumanlıdır. Bu maşının sağ hissəsidir. 2024 Nissan Rogue 1.5 motordur. 14 min yol gedib 7500 dollardan satışa çıxır. Panorama damdır, 201-ci maşın. Bu maşının arxa hissəsi, sağ hissəsi. Bu da sol tərəfi. Rol qızdırıcısı var. Diz altı rol ayrı bak atıb. Stanley qızdırıcıdır, rol qızdırıcıdır, koji salondur, sərnişin tərəf dam ayrı bak atıb, panorama damdır. Bu bunun VIN nömrəsi. Qabaq far alınmalıdır. Ablusovkada dediyim kimi kapotun ucu hissəsi də o da düzələcək. Kia Soul. Maşın ön hissəsində heç bir zədə yoxdur. 2021-in soludur, 2 motorda 85 min yol gedib 6300 dollar start qiyməti. 160-cı maşında. Bir dənə maşının arxa qapısında yüngül sürtüyü var, o düzələcək. O da düzələcək. Bu maşının arxa hissəsində heç bir zədə yoxdur. Bu da maşının sol hissəsi. Maşın çox svejdir, yəni çox qəşəng maşındır. Heç bir ayrı bak atmıb. Gördüyünüz kimi heç bir ayrı bak atmıb. Bu bunun VIN nömrəsidir. Bu da bunun ön hissəsi.